Dediyim kimi Azərbaycanın bütün bölgələrindən insan axını. Bu günləri hər bir insanın öz niyyətini tutaraq Hacı Sultan Ağanın ocağına üst tutaraq ziyarətə gəlir. Allah arzularına çatdırsın, niyyətlərini qəbul eləsin. Bax bu günləri Allah qəbul eləsin. Bax bu gün xidmətdəsiz. Allah'ına sen xeyir versin belə. Var ola. Bax xidmətdəsiz bu gün də var olasınız. Allah səni var etsin. Mərdan, şəhid qardaşı, hər ikisi var olasınız. Şəhid qardaş qarşısında baş əyirəm. Allah Yaxşı qardaş. sağ ol. Bax hal-hazırda bu günləri Hacı Sultan Ağanın ocağında bu ziyarətlərdə. Hər bir Azərbaycanın bütün bölgəsindən bu gün bir inancla, hərə bir niyyət tutaraq Hacı Sultan Ağanın ocağını ziyarət edirlər. Biz də özümüzə borcluyuz ki, bu ziyarətləri çəkək. Allah ziyarətləri qəbul eləsin. Hərə bir ağzında dua edir, hərənin ürəyində bir niyyət var, o niyyəti də hasil olub, için olmağını arzu edir. Sizden bir Allah qəbul eləsin. Polis serjantıdır, Saməddin gəlib ziyarət edir. Allah qəbul eləsin, ay Saməddin. Sağ ol, sağ ol. Dəyərli şəhid valideynləri, gələn ayaqlarınız var olsun. Bugün qarşıda baş ərir, bugün torpaq üzərində gəziriksə, torpaq altında yatan sizin kimi qəhrəman ataların övladlarıdır. Allah sizin kimi atalar var eləsin, bir daha Azərbaycanın fəxr edərisi o atalarsınız. Var olasınız, qarşıda baş ərir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və etiranlarımıza can sağlıq. Allah ziyarətləri üzrə qəbul eləsin. Var olasınız. Dəyərli izləyicilər, bugün qəhrəmanlar diyarı Biləsuvar qəhrəman igidlərlə tanıdığı kimi Ağır Seyidlərin ocağında Mir Sultan Ağa 33 il keçməyinə baxmayaraq bu günləri Azərbaycanın bölgələrindən ziyarətə üst tutub gələnlərin içində vətən uğrunda, övladın vətən uğrunda qurban verib torpaqlar üzərində rahat sərbəst gəzir isə bugün vətən uğrunda öz arzularını yarımçıq qoyub təki vətən sağ olsun deyən şəhidlərimizin anaları da. Bax Azəbədi şəhərindən, rayonundan gələn şəhid anasının qarşısında baş əyirik. Şəhidimiz vətəni üçün, təki vətən sağ olsun deyən Mirqamət qardaşımızın ruhu qarşısında baş əyirik. İstərdim bugün şəhid anasının qarşısında baş əyərək şəhid anasından bir iki kəlmə götürək. Allah sizi var eləsin, dəyərli şəhid anası. Bugün Azərbaycan torpaqlarında rahat sərbəst gəzir isə sizin kimi qəhrəman analara boy. Üç rəyli bayrağımız dalğalanırsa bugün şəhidlərə borcluyuq. Vəsvəsindən asılı olmayaraq hər bir Azərbaycanlı şəhid ailələrinin ziyarətində olmalıdır. Şəhidlər başımızın tacı deyir isə əməlimizdə də olmalıdır. Siz hamınız şəhid anasınız. Evet, şəhid anasının başında gəlmişik biz. Var olasın. Şəhid anası, qarşında baş əyirik. İstərik səndən iki kəlmə götürək. Buyur Əziz ana. Buyur. Allah sizləri qorusun bala. Allah tüm şəhidlərimizin yerini cənnət eləsin, onu şad eləsin. Allah analarımıza səbir dözüm versin. Fatma Zəhra nənənin səbri şəhidlər anasında olsun. Bax bu günləri Allah Taala şəhidlərimizə rəhmət eləsin. Onlar bizim üçün canlarını veriblər. Onlar bizim üçün qan töküblər. Biz onların qarşısında, analarının, atalarının da qarşısında baş əyirik. Bax bu günləri dəyərli anam, bugün rahat sərbəst bu torpaq üzərində isə sizin kimi göz yaşlı analara borcu. Elə bir analar var ki, evin yeganə övladın qurban verdi. Ancaq Yandı vətən işıqları. bax bu günləri sən elə bir Şəhid soraqları, İmam Hüseynin qonaqları, şəhidlərə salam olsun. amin. Bax bu gün siz elə bir anasız ki, öz çırağınızı söndürərək Azərbaycanın üç rəyli bayrağının dalğalanması, Azərbaycan edib bir daha bütün ölkəyə sübut etdi ki, sizin kimi anaların övladları Azərbaycan güclü bir ölkədir. Və biz sizin kimi analarla fəxr edib qürur keçirdirik. Biz sizin kimi anaların qarşısında baş əyirik. Hər zaman da biz əməlimizdə deyənlərdənik. Sizlərin yanındayıq. Var olasınız. Elə ev var ki, 4 dənə şəhid var. Allah ruhlarını şad Allah etsin. Teala bizim şəhidlərimizi ağam İmam Hüseyin Əbəlfəz ağa ilə məşhur eləsin. Amin. Amin. Qolsuz,
Əbəlfəzlə məşğul eləsin. Şəhidlər ağası İmam Hüseyn ağa ilə məşğul eləsin. Şəhid analarının qarşısında baş əyirəm. Var olasın. Allah qazilərimizə şəfa versin. Allah Taala veteranlarımızı qorusun. Allah dünyamızı salamat eləsin. Azərbaycanımızı qorusun. Allah əskərlərimizi, zabitlərimizi qorusun. Şəhid anaları sizin qarşınızda baş əyirəm. Öpürəm əllərinizdən, ayaqlarınızdan. Dəyərli şəhid anası, bu günləri bax, nəinki vəzifəli, hər bir vəzifəli insan sizlərə borcludur. Hansısa bir stolda oturursa, hansı bir qazancı gətirirsə, sizin kimi göz yaşlı analara borcludur. Övladın yeganə övlad olub. Arzu ilə yaşayırdı. Ancaq bu gün Azərbaycanın çürəkli bayrağı dalgalanması üçün, gənclərimizin rahat təhsil alması üçün, ağsaqqallarımız, ana bacılarımızın rahat yaşaması üçün evin yeganə övladın vətən uğrunda qurban verdi. Biz sizin kimi analarına və bütün şəhid analarına fəxr edib qüruruz keçirdik. Bu gün şəhidlərimizlə bahəm bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verdilər. Qolundan, qıçından, gözündən keçdilər. Dünya işığına həsrət qaldılar. Təki vətən sağ olsun dedilər. Qazilərimizə Allah şəfa versin. Veteranlarımıza can sağlığı. Üç rəyli bayraq altı əldə silah əskərindən zabitinə kimi Azərbaycan ordusu var, bizləri qoruyur. Allah ordumuzu qorusun. Və bir daha bölgəsindən asılı olmayaraq birinci, ikinci fərq eləmir. Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyri, dəyərli şəhid anaları hər zaman sizlərin yanında olmaq bir Azərbaycanlı kimi hər bir Azərbaycanlının boynunun borcudur. Var olasınız. Təşəkkür edirəm, var olasınız. Allah ziyarətinizi də qəbul eləsin. Ürəyimizdə yarası var. Belə gözəl qəhrəman şəhid balası var. Şəhidlərə salam olsun. Var olasın anam, var. Var olasın. Bütün şəhid valideynləri bizlər üçün əzizdir, başımızın tacıdır. Yalandan elələri var, dilində deyir, biz ancaq əməlimizdə eləyənlərdən. Bu gün şəhid sevənlərimiz azdır. Bu gün şəhid sevənlərimiz azdır. Gəzdirən rəhbər kişilərimiz bizdir. Var olasın, dəyərli atalar, qarşıda baş əyirik. Bu gün sizin kimi gözəl ataların qarşısında baş əyirik, gözəl anaların qarşısında baş əyirik. Bu gün bu gözəl günü yaşayırıq ha. Bu gözəl gündə rahat addım atırıqsa şəhid valideynlərinə borcluyuq. Onların haqqı ödənilməzdir. Var olasın.